Hələ ki 2 dənə nəticə almışıq. Bu danışdığım mövzu, yəni nəfsin tuğyanı hamımız üçün aktual mövzudur. 1 və ən xətərli və qəddar düşməndir 2. Nəfs sözü Quranda keçib. Nəfs sözü Quranda keçib. Bəli, keçib. Niyə keçmir? Ayə deyim. Fətəvvəət ləhu nəfsuhu qətlə əxih. Ayə baxın, sallah. Qabil haqqındadır. Qabil nəfsinə uydu, Habili öldürdü. Nəfs insanı qardaş qatil edir. Allah. İlk cinayət yer üzündə bu cürünə kökün qoydu ölüm itimin. Bütün ölümlərdə şərikdir. Başında da kim durdu? Nəfs. Nəfs insanı qardaş qatil edir. Ayədə də fətəvvəət ləhu nəfsuh qətlə əxih. Qardaşını öldürdü. Fəqətələhu. Nəfs dedi, istədi, bu öldürdü. Fəəsbəhə minəl xasirin. Bədbəxtin bədbəxti oldu. Gördünüz ayəni? Görarı gəldi düşdü insan. Yaxşı, bura qədər. Bilirsiniz nə qədər nəfs haqqında ayə var Quranda? Çoxdur. Axır, məsələn, bir söz nəfs haqqında ayələr çıxarda sortu. Mən inşallah silsilə ilə toxunacam. Yaxşı. Nəfs nədir? Əmmara nəfs eşitmişsiniz? Nəfs-i əmmara. Şeirlərdə də gəlib. Klassiklər də işlədib. Gəlim mənə mövzumuza. Nəfs. Nəfs insanın belə deyək, daha dəqiq olsun. Nəfsin meyilləri var, istəkləri var. O istəklər səthidir. Şəhvəti olan meyil, ləzzəti olan meyil, rahatlıq olan meyil, yeməyə olan meyil. Bu meyillər nəfsdə yer alıb. Nəfs deyəndə, yəni o meyillər, insanda olan meyil, dediyim mövzular və s. Yaxşı. Yaxşı, bu kim qoyub Allahın insanın vücudunda? Elə Allah özü. Belə xəlq eləyib. Niyə belə xəlq eləyib? Çünki o meyil olmasa, fizioloji bədənin inkişafdan qalar. Nəslin bəqası davam eləməz. Mən gələ yeməyə bir meylim olsun ki, yiyim ki, ayaq üstə qala bilim və sayırda, indi o birləri də sayın. Başa düşürsünüz. Bu meyilləri Allah elə belə qoymuyor. Ona görə nəfsin insanda olması normaldır. Meyillər də bəllidir. Bu meyillər özü də meyildir. Sırf fəhm deyil, anlamaq deyil, bir meyildir. Adam nəsə istəyir bunu eləsin. İstək var insanda. Yaxşı. Rahatlığa bir meyil var mənim içimdə.